Deməli, baxırıq birinci suala. Deyir rəvanə hər birinin qiyməti 80 qəpik olan N dənə dəftər aldı və kassaya 20 manat verdi. O qaytarılan pulu tapmaq üçün hansı riyazi ifadəni yazmaq olar? Bax, hər birinin qiyməti neçə qəpikdir? 80 qəpik, düzdürmü? 80 qəpiyin neçə manat olduğunu tapmaq üçün 1 manat 100 qəpikdir. Düzdürmü? Ne edirəm? 80-i bölürəm 100-ə. Eləyir 0,8 manat. Razıyıq? Şərtdə bizə deyir ki, N dənə dəftər aldı. Deməli, 0,8-i nəyə vurmalıyam? N-ə. Çünki bilmirəm axı neçə dənədir. Məsələn, 5 dənə olsa 0,8-i 5-ə vurulur. N dənədir deyə 0,8-i N-ə vururum. Ümumi 20 manat verib, zidası tapmaq üçün 20 manatdan verdiyim pulu çıxmalıyam. Düzdürmü? 20 manatdan çıxıram 0,8 nəyi? N-i. O da olacaq 20 çıxasın 0,8 N. Aydındır. Yazım tutalım, sonra vaxt yazım köçürüm. Baxırsınız bura. Deməli, bu ifadəni görürsünüz. B-nin qiymətini də hazır formada verib sizə. A-nın da qiymətini hazır formada verib. Gətirəm, yazam yerinə. B-nin qiyməti budur. Çıxılsın 9873. Möhtərizədə çıxılsın A. A da nədir? 8703. İndi bundan bunu çıxın deyin, görün cavabı. Deməli belə. Bax, alt-alta çıxıram, bax. 9873. Burada bir vahid verirəm. 12-dən 3 çıxanda neçə eləyir? 9. Sonra 1-dən 7 çıxanmırsınız. Bundan buna, bundan da buna bir vahid verirəm. 11-dən 7 çıxanda neçə qalacaq? 4. Buradan önce bir vahid vermişəm. 9'dur. 9'dan 8 çıxanda nə qalır? 1. Bundan da bir vahid vermişəm. 2 qalır. 12'dən 9 çıxan 3. Burada da 1 qalır. 13149. Deməli, bu oldu 13149. Bundan da nə çıxmalıyam? 8703. 9'dan 3 çıxıram 6. 4'dan 0 çıxıram 4. 11'den 7 çıxıram 4. 12'den de 8 çıxıram 4. 4446. Cavab olur cavabı. Aydındır. Burada nə edəcəyik? Bax, diqqətlə baxın. Möhtərizəni tullayıram, toplamadır. Toplananların yerini dəyişəndə cəm dəyişir. M-lə N-i yazıram yan yana. Üstə gəlsin 1823. İndi M üstəgəl N neçədir? 223. Deməli, bunun yerine yazmalıyım 223'ü. 1823'ün üstünə gəlirəm 223. M üstəgəl N'in cavabını hazır verib. Elbette bunun yerine koy. 3 tane 3 6, 2 2 4. M üstəgəl N. O deyir sizdə 2046 A variantı. Aydın oldu. Bunları qeyd edin, sonra ardınıza edin. Baxırsınız 4'ə. Deyir, birinci eşitdə 25 kilogram, ikinci eşitdə bundan x kilogram az alma var. Necə yazacağım? Bax, birinci yeşik, ikinci yeşik. Birinci yeşikdə neçə kilogramdır? 25. İkincidə bundan x kilogram azdır. Deməli, 25 çıxılsın nədir? X-dir. 2 yeşikdə deyirsə, bunları nə etməliyəm? Toplamalıyam. 25 üstəgəl 25 çıxılsın x. 25 ilə 25 toplayıram. 50 çıxılsın x. Olur cavabı. Aydındır. Baxıram 5'ə. Deyir ki, A ən böyük 4 rəqəmli ədəddir. Ən böyük 4 rəqəmli ədəd neçədir? Bu deyil. Deyir ki, B 255'ten sonra gələn ilk tək ədəddir. O neçə olar? B 255'ten sonra gələn ilk tək ədəd. 255'ten sonraki tək ədəd neçədir? Tək. 257 deyil. 255'ten sonra ilk gələn tək ədəd. 250. C ən kiçik 3 rəqəmli ədəd. Heç olmasa bunu düzləyin. Ən kiçik rəqəmli ədəd.
İndi bax bu mötərizənin için həll edirəm. A çıxılsın B. Bundan çıxıram bunu. Ben 4 taptım. A. De buydu. 9'dan 7 çıxıram 2. 9'dan 5 çıxıram 4. 9'dan 2 çıxıram 7. 9742. Sonra deyir üstünə C-ni gəl. C-də 100. Üstünə 100 gəlirəm. 9800. Bəli. Deyir ki, bunu da 11985-dən çıx. Beşdən 2 çıxıram 3, 8-dən 4 çıxıram 4, 9-dan 8 çıxıram 1, 11-dən 9 çıxıram 2. 2143. A variantı. Aydındır. Sonra baxırıq 6-cı misala. Deyir şəkildə düzbucaqlı və kvadratdan ibarət mürəkkəb fiqur verilir. Verilən fiqurun sahəsinin x ilə ifadəsi aşağıdakılardan hansıdır? 18'i burada böyle. A, so. Bu düzbucaqlının sahəsi 805, yəni neçədir? 40. Bu da kvadratdır. Kvadratın sahəsi x vur x, yəni x kvadratıdır. Onda bunları toplayacağım. 40 üstəcək 40 üstəcək x üstə 2. B variantı. Baxırıq 7-yə. A-nın qiymətini verib 13,5, 8 açıq 92-ni istəyir. Neyinirəm? Birinci 13,5-i vururam 8-ə. 5-i 8-ə vururam. 0, 40 eləyir, 0, 4 yaddır. 8-i 3-ə vururam. 24. 4 də yaddaydı. 8, 2 yaddır. 8-i 1-ə vururam. Üstünə də 2, 10. 10.080. O da ki, bax vergülüm var idi. Atıram eləyir 108. 108-dən də neçə çıxmalıyam? 92. Cavab eləyəcək 16. Yəni devam edir. Aydındır. Baxırıq 8-ə. Deyir, turistlər birinci gün A kilometr, ikinci gün B kilometr, B kilometr az. Onda nə yazıram? A çıxılsın B. 2 günə getdiyini tapıramsa bunları toplayıram. A ilə A 2 A çıxılsın B. O da olacaq B variantı. Aydındır. Sonra növbəti. Emin yeni əmsalı etsinə tutsa 1 sayılır. Bəli. Emin yerinə 24 qoyuram. 24 üstəcək 18. 24-dən 18-i toplayıram. 2, 1 yadda. Bu da 42. 42-ni də vurursuz nəyə? 8-ə. 2-ni 8-ə vururum. 6, 1 yadda. 8-i 4-ə vururum. 32, bir də yadda 33. Deyil, nəyəsə belədir. Deyir, ən böyük rəqəmli ədəddən nə qədər böyükdür? Ən böyük rəqəmli ədəd neçədir? 99. Mən bundan 99 çıxacam. 16-dan 9 çıxıram 7, 12-dən 9 çıxıram 3, burada 2 qaldı. Variant. Aydındır. İndi. Burada mötərizələri açıram, baxın. Üstə gəl B, üstə gəl C, çıxılsın 215. B üstə gəl C-nin cavabını nə verib? 1283. Deməli bu 1283. 819 ilə 1283-ü toplayıram. 2 yazıram 1 yadda. O 9 eləyir, bir də yaddaydı. 10 eləyir, 0 1 yadda. 10 eləyir, 1 yaddaydı, 1 yazıram 1 yadda. Bu da 2102. Buna neçə çıxacam? 215. Deməli 12-dən 5 çıxıram. Neçə eləyir? 7. 9 qalmışdı. 1 çıxıram 8. Burada da 20-dən 2 çıxıram 18. 1887. Deməli 1-ə C-dir. Bu aydın oldu. Baxıram 2-yə. B üstə gəl C-nin cavabı 1283. 3019-dan çıxıram 1283. 9-dan 3 6. 11-dən 8 3. Sonra burada birini götürmüştüm. Qalmışdı 9. 9-dan 2 7. Burada da birini götürmüştüm. 1736. Üstünə gələn 1761. Ben 1280 saat oldu. Nəyi? Şərtdə verib də bax. Bunun yerinə 1280 qoyum.
9, 4, 1 yadda. 3497. Burada getdi Y. İndi bax burada. Toplananların yerini dəyişəndə cəm dəyişmir. B üstəgəl C üstəgəl 618 üstəgəl 919. Bu 1283'dür. Üstünə 618 gəlirəm. 1 yazıram 1 yadda. 9 0 yazıram 1 yadda. 9 bu da 1. Üstünə də 919 yazıram. 0 1 yadda 2 8 1 yadda 2. 2820. O da olur B variantı. Aydın da.